Mənim əzizlərim, buğa bürcündən davam edirik. 29 dekabr, 4 yanvar tarixlərində buğaları nələr gözləyir? Gəlin ona baxaq. Deməli, özü, hərəkəti, münasibət, maliyyə, sağlamlıq, nəyə diqqət etməli, ümumi. Belə. Deməli, bu həftə özünü daha sakit, güvənli hiss edəcək. Daxili dəyərlər, inanclar ön planda olacaq. Verdiyi qərarlar çox doğru bildiyi yolla getmək istəyəcək. Bu həftəni çox pozitiv enerji ilə başlayır. Hərəkətinə götürsək, iş və gündəlik məsuliyyətlərdən ciddi yanaşacaq. Səbirlə addımlamalıdır. Bu həftə zəhmətinin qarşılığını görməyə başlaya biləcək. O baxımdan uğurlu bir həftədir. Münasibətlərdə anlayış, yumuşaqlıq artır. Yəni, qarşı tərəfi dinləmək hissi, anlamaq daha asan olacaq. Yəni səmimi ünsiyyət olacaq. Münasibət uğurlu alınacaq. Yəni, kontakt rahatlıqla qurulacaq. Maliyyəyə baxanda pul mövzusunda yeni imkanlar görünür, yeni gəlir gözləyir, təklif ola bilər. Ola bilsin ki, maddi bir şans ola bilər bu həftə. Ola bilər elə yeni il günü sizə hansısa bir işlə bağlı təklif gələ bilər. Düzgün dəyərləndirsəniz, uzun müddətli fayda alacaqsınız. Uzun müddətli qazanc əldə edə biləcəksiniz bu işdən. Sağlamlığa baxanda, sağlamlıqda çox istirahətə ehtiyacınız var. Çox yorulmusunuz. Fasilə etməyə, istirahət etməyə yəni ki, zaman ayırın. Yuxu, sakitlik bu həftə sizin üçün çox vacibdir. Nəyə diqqət etməlisiniz? Deməli, nəyə diqqət etməlisiniz? Sizi məhdudlaşdıran vərdişlər var. Onlardan uzaq olmalısınız. Sizi sıxan, enerjinizi azaldan, hər nə varsa ətrafınızda onlardan uzaq olmalısınız. Ola bilər ki, buğalarda var, komfort zona, rahatlıq zonasına bağlıdır və bir şeyə bağlı olduğu üçün pis olduğunu bilsə belə ona takılı qalır. Bunu bu həftə aradan qaldıra bilər. Ümumilikdə götürsək, həftə tamamlanma, nəticə enerjisi verir. Keçmişdə başladığın işi yekunlaşdırmaq, tamamlaya bilərsiniz. Özünlə və gördüyün işlərlə bağlı bir növ məmnunluq, razılıq hissi daha yüksək olacaq. Gəlin, əlavə olaraq bir kartda çəkirik yeni il günü ilə bağlı. Həmin gün enerjimiz, hisslərimizlə bağlı bir kart çəkəcəm buğalar üçün. Sağalma dönəmindəyik. Çox inanıram ki, pis günlər artıq geridə qalıb. Bəzi qəlb yaralarım vardır ki, onların sağalmağını, şəfa tapmağını istəyirəm. Həll edə bilmədiyi problemləri belə ümid eləyir ki, bu yeni ildə həlləri tapılacaq. Belə, bu qədər. 2026-cı ildə buğalara bol uğur, şans, sevgi dolu il diləyirəm. Yeni iliniz mübarək.